Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və sələm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmain. Əmmə ba'd. Biz Salihlərin Baxçası kitabında nəzarət bölümündəyik. Burada gələn hədis Cibrilin hədisi. Cibril aleyhissalam Muhammed sallallahu aleyhi ve sellem deyir ki, mənə iman haqqında xəbər ver. Peyğəmbər sallallahu aleyhi ve sellem də iman Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət günə qədərin xeyir və şərrinə iman gətirdiyini bildirir və İbn-i Seymur Rəhməllah Allaha iman gətirməklə də o barədə danışdı keçən dərsdə və bugünkü dərsdə davam edirik. Mələklərə, Allahın mələklərinə iman gətirmək. Allah subhanətə mələklərinə iman gətirmək. Mələklər, onlar qeyb aləmidir ki, Allah subhanətə onları nurdan yaradıbdır və onlara xüsusi bir əməllər Allah subhanətə qoyubdur. Hər biri Allah Teala onlara əmr elədiyi şeyi əməl edirlər. Hər biri nədir? Allah Teala onlara əmr elədiyi şeyi əməl edirlər. Artıq Allah Subhanahu taala cəhənnəm mələkləri barəsində demişdi ki: "Aleyhə mələikətun ğilazun şidadun la ya'sunallaha ma amarahum və yef'alun ma yu'marun." Təhrim surəsində Allah Teala cəhənnəmin üzərində şiddətli mələklərin olduğunu bildirir. Onlar deyir, Allah onlara nə əmr edirsə, ona asi olmazlar və əmr olunduğu şeyi yerinə yetirərlər, edərlər. Nəyə ki, Allah təala əmr edir, Allaha asi olmurlar. Və nə ilə əmr olunublarsa da onu yerinə yetirirlər. Və şiddətli mələklərdirlər. Yəni, onlarda Allahın əmrinə qarşı təkəbbürlülük və yaxud da ki, onu etməmək acizliyi yoxdur. Yəni, həmin mələklərin. Ki, nə ki, əmr olunur, onu edirlər. Amma bəşərə əks olaraq onlar qadirdirlər, əmr olduqları şeyi yerinə yetirirlər. Amma bəşər isə edə bilmir. Ola bilsin ki, bəşər Allahın əmrinə təkəbbürlü edə bilər. Əmr gəlir, təkəbbürlü edir, yerinə yetirmir. Ola bilsin ki, həmin əməli yerinə yetirməkdə aciz ola bilər. Amma mələklər isə Allahın əmrini istər ibadətlər olsun, ibadətlərlə bağlı məsələlər olsun, istərsə yaradılmışların məsləhəti üçün olan bir məsələ olsun, Allahın əmrini yerinə yetirmək üçün nədir, yaranıblar. Misal olaraq, Cibril aleyhissalam mələklərin ən şərəflisidir, vəhiy ilə müvəkkəl olubdur. Allahdan, Allahın rəsullarına, peyğəmbərlərinə vəhiy nazil edibdir. Bununla müvəkkəl olubdur. Yəni, ən şərəfli şeylə vəhiy olunubdur ki, hansı ki, yaradılmışlar, bütün qullar nədir? Onunla faydalanırlar. O deyir, ذُو قُوَّةٍ əmin, muta' beynəl mələkəti. Mələklər arasında ən güclü olanı, əmin olanı, mələklər ona itaət edirlər, muta'. Bunun üçün də mələklərin ən şərəflisidir onlar. Necə ki, Muhammed sallallahu aleyhi və səlləm peyğəmbərlərin ən şərəflisi olduğu kimi. Necə ki, Allah Teala deyir ki, "Alləməhu şədidul quva." Yəni, Cibril aleyhissalam ona Quranı öyrədibdir. "Zu mirratin fəstəvə və huvə bil ufuqil a'lə." Yəni, Cibril aleyhissalam ufuqda olmasından və güc sahibi idi, neynədir? Muhammed sallallahu aleyhi və səlləmə Quranı öyrətmişdi. Yəni, Cibril aleyhissalam şiddətli güc sahibidir. Zu mirratin ey zu heybətin həsənə. Zu heyətin həsənə. Gözəl heyəti vardı, yəni. Cibril aleyhissalamın. Fəstəvə, yəni kəmulə və alə və huvə bil ufuqul alə. Yəni, yuxarıda olmaqla, üfüqdə olmaqla o kamildir və ucalmışdır. İnnəhu ləqavlu rəsulin kərim. Həmçinin Cibril aleyhissalam kərim rəsuldur, kərim elçidir. İnnəhu ləqavlu rəsulin kərim zi quvvətin ində zil arşi məkin. Yəni, Cibril aleyhissalam kərim rəsuldur. Yəni, Quran kərim rəsulun sözüdür. Yəni, Allah Teala'dan vəhiy olaraq çatdırır onu, Cibril aleyhissalam. Zi quvvə, güc sahibidir. Məkin arşın sahibinin yanında. Muta' mələklərə yanında itaət olunur. Mələklər yəni Cibril aleyhissalama itaət edirlər. Thumma əmin, sonra Allah Teala onu əmin edibdir, vəhiyini çatdırmaqda, yəni. Həmçinin bu mələklərdən yaradılmışların
məsləhəti üçün müvəkkəl olanlar vardı ki, min cihətin uxra başqa bir tərəfdən, məsəl üçün fi hayatil ard, yerdə həyatın olması, bitkilərin olması, yəni bu mələklərdən kimdir? Bitkilərlə, həyatla məşğul olan Mikail əleyhissalamdır. Mikail əleyhissalam Allah azə yağış endirir, Allah azə yerdən bitkilər bitirir. Mikail yağışla nə olubdur? Müvəkkəl olubdur. Yağış, bitkilər, fəfihimə həyatul əbdən. Yəni o ikisində də, yağışda da, yerdən çıxan bitkilərdə də bədənlərin həyatı var. İnsan içir, yeyir, bədən yaşayır da. İnsanların həyatı vardır, heyvanların həyatı vardır. Birinci Cibril aleyhissalamdır ki, qəlblərin həyatınla müvəkkəl olubdur. O da vəhidir. Qəlblərin həyatı vəhidir. Mikail aleyhissalam da bədənlərin həyatından müvəkkəl olubdur. O da yağış və bitkilərdir. Həmçinin İsrafil aleyhissalam vardır. O da böyük arşı daşıyan mələklərdən biridir. İsrafil arşı daşıyan mələklərdən biridir. Bu da sura üfürməklə müvəkkəl olubdur, sura. Yəni o əyri bir buynuza oxşuyur deyir belə, yumru formada. Göynə necə ki, kəmə beynə səmə vəl ard yumru. Yəni göylə yer arasında yumrudursa, o həmin şeydə elə yumrudur formadadır. İnsanlar onun üfürməyini o vaxt ki eşidəcəklər. Yəni bir səs eşidirlər. Yəni فإذا سمعه الناس سمعوا صوتا لا عهد لهم به صوتا مزعجا فيفزعون ثم يصعقون أن يموتون من شدة الصوت. Yəni o səsi eşitdikdə onlar, yəni elə onun üstündə heç bir səs yoxdur. Yəni elə bir onlar səs eşitməyiblər, insanı narahat edəcək. Onlar qorxurlar və sonra ölürlər bu şiddətli səsdən. Subhanallah. Sonra yenə üfürəcəkdi. Birinci üfürür, hamı ölür. Sonra yenə üfürəcəkdi. Onlar qəbirlərindən qalxacaqlar. Yanzuruna tatayurul arvah min hadal qarn. Yəni bu üfürdükdə həmin buynuza oxşar. Nəinki sürü ki üfürür. Oradan ruhlar hamısı çıxacaqlar, uçacaqlar. Sonra hər bir ruh öz bədəninə daxil olacaqdır, hansı bədənindən çıxıbdır. Yəni ki, dünyada hansı bədəndə idi, yəni bir tük qədər belə səhv yanlış eləmirlər. Yəni nəsə hara lazımsa gedib orada o bədənə də daxil olurlar. Fəkul bu deli üç mələklər, bunlar hamısı həyatla müvəkkəl olmuş mələklərdir. Cibrildir, Mikaildir, İsrafildir. Həyatla, kimisi qəlblər həyatı ilə, kimisi bədən həyatı ilə. Cibril aleyhissalam qəlblər həyatı ilə, Mikail aleyhissalam bitkilərlə, yer həyatı ilə, İsrafil aleyhissalam da bədənlər həyatı ilə. Bədənlər bildiyinizdə ruhlar çıxacaq bədənlərdən və sonra qaytarılacaq. Onun üçün də Peyğəmbər sallallahu aleyhi və səlləm Allah subhanahu teala'ya onun rububiyyəti ilə tərif deyir. Bu üç mələk üçün necə ki gecə namazını bununla açır və deyərdi ki, öz gecə namazında məsələn adi namazlara deyərdi ki, Subhanəkallahumma və bihamdik. Məsələn bununla başlayardı. Amma gecə namazlarında deyərdi ki, uzun olaraq namazı açarkən təkbirdən sonra elədiyi zikr buydu ki, Allahumma Rabbə Cibril və Mikail və İsrafil. Ey Mikailin, Cibrilin, İsrafilin Rəbbi Allahım. Göyləri və yeri yaradan, qeybi bilən, aşkarı bilən, sən deyir qullar arasında, onlar ixtilafda düşdükləri şeydə hökm verirsən. Mənə hidayət ver, liməxtülifə fihi minəl haqq. Onlar haqda nədə ki, ixtilafa düşüblər haqdan, o şeydə mənə hidayət ver ki, İnnəkə təhdi mən təşə ilə sırat-ı müstəqim, sən istədiyini düz yola yönəldirsən. Yəni əslində, bizlərdən hər biri bu duanı
əzbərləməliyik və bunu deməliyik ki, Allah Subhanahu taalaya dua edərək demək lazımdır ki, İhdini limə xtulifə fihi minəl haqq biiznik innəkə təhdi mən təşə ilə sırat-ı müstəqim. Və həmçinin onlardan, mələklərdən ruhları bədənlərdən çıxartmaqla müvəkkəl olanlar vardır. Məsəl üçün, ölüm mələyi, mələkil mevt, ona ölüm mələyi deyirlər. Və onun köməkçiləri də vardı. Onlar kəfənlə nazir olurlar. Və hanutun ruh əlləti təxrucu minəl cəsəd. Yəni, bədəndən çıxan ruhu kəfənlə gəlirlər. İstər o kəfəndə ətirli kəfən olsun, istərsə pis, qoxulu kəfən olsun, cəhənnəmdən gələn, əuzübillah. Əgər cənnət əhlindəndirsə, ətirli kəfəndən gəlirlər. Ölüm mələyi ruhu alan kimi ötürür onlara. Allah Teala bizi cənnət iman əhlindən eləsin. Yəni, onlar cənnətdən kəfənlə gəlirlər, cənnətdən olan hunutla gəlirlər. Amma cəhənnəm əhli olan kəsə isə cəhənnəmdən olan bir kəfənlə gətirirlər ki, hansı ki, oranın o pis qoxulu bir şeyindən, ətirindən gəlirlər. Sonra can verənin gözü gördüyü, otururlar can verənin yanında, əcəlini gözləyirlər. Əcəlini gözləyirlər ki, onun nədir? Ruhun ölüm mələyi gəlib, alıb onlara versin. Yəni, bax ki, ölüm mələyi gəlir, onun ruhunu çıxardır və o ruhu onlara verir. Onlar da onu o cəhənnəmdən gətirilən, iylənmiş o kəfənə qoyurlar. İndi mələklər nədir? Kəfənləyirlər və həmin ruhu neyinirlər? Bir növ mumiyalıyırlar da, belə deyək, kəfənləyirlər. Vəl-bəşər yükəffən, həmçində bəşər də, insanlar da kəfənləyirlər. Bəşər də bədəni neyinləyir? Ölən kəsi kəsən ətirləyirlər, eyləyirlər, belə deyək. Bax, deyir, Allah Subhanahu taala deyir, adama deyir, necə deyir, diqqət yetirir, deyir. Buna bax, görsən, mələklər xidmət edirlər, yəni insanlara. Mələklər ruhu kəfənləyirlər, bəşər də bədəni kəfənləyir, mələklər ruhu kəfənləyir, bəşər isə bədəni kəfənləyir. Bunun üçün də Allah təala deyir ki, hətta izə cəə əhədəkumul mevt təvəffəthu rusuluna və hum la yufarritun. Sizlərdən birinin ölümü gəldikdə rəsullarımız onun canını alar və hum la yufarritun. Onlar orada təfrid eləməzlər. Yəni gecikməzlər, yəni onu qoruyarlar. Ölüm mələyi Allah Subhanahu taala ona elə bir qüdrət veribdir ki, o məşriqdə də, məğribdə də, yerin məşriqində də, məğribində də ruhları alır. Hətta bir anda ölsələr belə onu alır. Buna təəccüblənməyin, çünki mələklər bəşərlə müqayisə olunmurlar. Nədir? Bəşərlə müqayisə olunmurlar. Allah Subhanahu taala onlara böyük bir qüdrət veribdir. Onlar cinlərdən belə şiddətlidirlər. Cinlər bəşərdən şiddətlidir, mələklər də cinlərdən. Yəni cinlər insanlardan güclüdürlər. Mələklər də cinlərdən üstündür. Sonra burada Süleyman Əleyhisselamın qissəsini gətirir. Bir buna bax görə, bir buna bax deyir. Güclüdür. Gücdə üstünlüyü var da, güc baxımından üstündür. Yə eyyuhəl mələ'u əyyukum yətini bi arşihə. Süleyman Əleyhisselam öz ətrafında olanlardır ki, sizlərdən hansınız onun arşını, səbə məlikəsinin arşını mənə gətirə bilər. O qablə ən yətuni muslimin, yəni onlar İslamı qəbul eləməmişdən öncə, mənə belə müsəlman olaraq gəlməmişdən öncə kim gətirə bilər? İfrit deyir ki, cinlərdən olan İfrit deyir ki, sən yerindən durmamış, məqamından durmamış, öncə mən onu gətirərəm. Yəni, bu məqamdan belə durmamışdan onu gətirərəm. Mən onu gətirməkdə güclü və əminəm. Ən-Nəml surəsi. Yəni, Süleyman Əleyhisselam oturardı arşın üzərində.
Yani ifrit o kadar güclüdür ki, yani yerinden durmamışlığı getirebilir deyərdi. Yani Süleyman Aleyhisselam şeydədir, Yəməndədir, Şamdadır, şey ise Səbə isə Yəməndədir. Yani Yemen'le Şam'ın arasında bir aylık nəqli mesafe vardı. Bir aylık mesafe. Yani çünkü deyir Süleyman Aleyhisselam öz arşından deyir müəyyən bir saatdə durardı. Hansısa bir vaxtdan görə onu deyir. Yəni belə bəzi hallarda deyir ki, belə durmaq, bəziləri deyir ki, müəyyən vaxtda durardı. Yəni həmin vaxtı çatıbsan durmayan kimi mən gəlib gətirib gələrəm. İfrit onu deyər. Bir aylıq məsafədə arşı götürüb gələrdi yəni. Gələ bildiyini deyərdi. Ama Allah Teala ne diyor? Diyor: "Kâlellezî indehu, kâlellezî indehu ilmun minel kitab." Süleyman Aleyhisselam'ın yanında bir nefer olur. Kitaptan onun elmi olur. Deyir ki, "Ene âtîke bihi qable en yertedde ileyke tarfuk." Yani senin gözün bile kırpılmamış ben onu getirərəm. Böyle bir kırpımda getirərəm. Tabii ki alimler bu barədə ixtilaf edirlər. Yəni bir göz qırpımında həmin o sözü deyən kimdir kitabdan? Bəziləri ki o mələk olubdur, bəziləri Süleyman özüdür. Yəni gəncün Allah bilir, yəni səhi olan budur ki bu mələkdir yəni. Fələmmə rəahu halən rəahu yəni o vaxt deyir Süleyman Aleyhisselam gözün beli görüşü yanındadır. Gətirib şey. Müstakir indehu onun yanındadır. Alimler deyirlər ki, "İnne hâzellezî indehu ilmun minel kitab Allahu bismihil azam." Bəzi alimlər deyir ki, o kitabdan elmi olan Allah'ın əzəmətli adıyla dua edir. Mələklər də o arşı Yəməndən Şama gətiriblər. Bu anda gətiriblər. O demək ki, mələklər cindən nədir? Güclüdür. Deyirlər ki, Süleyman Aleyhisselamın özü olubdur, duanı edirdi. Bəziləri isə deyir, düzgün olan ki, onun yanında bir kəs olur. Allah'ın ən əzəmətli adından Allah'a dua edir. Dua edən kimi də mələklər nədir? O arşı gətirirlər. Sən buna təəccüblənmə ginən. İnsan görürsən ki, məşriqlər, yerdə məşriqdə, məğribdə insanlar dünyalarını dəyişirlər və bir mələk onların hamısının canını həmin anda alır. Qul yetevaffakum melekul mevtillezî vukkile bikum thumma ila rabbikum turcaun. De ölüm mələyi sizin canlarınızı alır, hansı ki sizinlə canınızı almaqla müvəkkil olubdur. O sizin canınızı alır, sonra siz Rəbbinizə qaytarılacaqsınız. Səcdə surəsi 11-ci ayə. İz qalallahu lihazal melek o vaxt Allah Teala bu mələyə deyirdi ki, "Aqbid ruha kullu men mata hal yumkin en yekul la?" Yəni Allah Teala o vaxt desə ki, mələyə ki, bütün kəslərin, hər kəsin canını al. Kim ölə biləcək hər bir şeydə. Mümkündürmü ki, bu desin yox? Mümkün deyil. Çünki onlar Allah'a asi olmurlar. Allah Teala onlara nə əmr edirsə də o şeydə asi olmurlar. Bunun üçün də Allah Teala o vaxt qələmə dedi ki, yaz olmuş, qiyamətə kimi olacaqları. Qələm nə idi? Cəmətdir. Cəmət yəni hərəkət eləmir. Ruh olmayan bir şeydə belə. Kətəb yazıbdı yoxsa yazmadı? Cavab budur ki, yazdı. O qiyamətə kimi olacaq bir şeylər hamısı yazılıbdır. Allah Azze ve Celle əgər bir şey əmr edərsə də mümkün deyil ki, cinlərdən olan güclü belə ifritlər belə marada onlar ona asi olsunlar. İzə əmrə bi əmrin lə yumkin ən yəsiyə illə maradatun min cin. Üzr istəyirəm. Allah Teala bir şey əmr elədikdə cinlərdən olan ifrit və yaxud da ki marada və yaxud da ki Adəm evladından olanlardan başqa heç Allah'a asi olmur. Yəni ki cinlər və insanlar Allah'a asi düşürlər. Əuzubillah. Mələklər isə Allah'a asi düşmürlər. Beşinci mələk isə mələkül muvakkal bin nar və huve xazinuha. Odla müvəkkəl olan mələkdir ki, onun xazinidir. Və qəd zəkərəhullahu fi qavlihi an əhlin nar. Allah Teala öz sözündə cəhənnəm əhli barəsində demişdi ki, zikr eləmişdi ki, və nədəv yə məliku. Yəni cəhənnəm əhli çağıraraq deyir ki, ey məlik. Məlik, mələyi çağırır. Ey məlik,
وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ قَالَ إِنَّكُمْ مَاكِثُونَ. Yani meleği çağırardılar ki, qoy sənin Rəbbin bizim aramızda hüküm versin. Yəni öldürsün də bizi yəni. Deyir, yox, siz burada qalacaqsınız. Yəni liyaqdı aleynə, yəni ki, cəhənnəmdə şiddət gördükdə ölüm istəyirlər. Yəni qoy bizi öldürsün, bizi həlak eləsin, bu cəhənnəmdən canımız qurtarsın. Onlar da ki, yox, siz orada qalacaqsınız. Həmçinin cənnətin xazini vardır. 6-cı olaraq cənnətin xazini və varada fi ba'dil əsər ən isməhu Ridvan. Cənnətin xazini deyirlər ki, bəzi əsərlərdə gəlir ki, adı Ridvandır. Və həzə vukkilə bil cənnət. Cənnətlə müvəkkəl olubdur. Kəmə ənə məlikən vukkilə bilnər. Necə ki, məlik cəhənnəmlə müvəkkəl olmuşdur. Mələklərdən adlarını bilmədiklərimizə iman gətiririk. Ümumən mələklərə iman gətiririk və onlardan adlarını bildiklərimizlə, bilmədiklərimizlə, vəsiflərini bildiklərimizlə, bilmədiklərimizlə Quran sünnədə hansılar gəlibsə də biz bu mələklərə nədir? Bu vəsifləri Quran sünnədə gələnlərdə iman gətiririk. Biz dedik ki, mələklər qeyb aləmidir. Mümkündürmü onları görmək? Cavab budur ki, bəli, onlar bizim görsənə bilərlər. Ya öz formalarında, yaradılış formalarında, ya da ki, Allah Subhanahu taala istədiyi bir formada onları insanlara göstərə bilər. Sonra burada Cibril Aleyhisselamın Muhammed sallallahu aleyhi ve sellem görməsi barəsində gedir. Gəlin sonra davam edərik. Allah Teala istəyir ki, bizlərə eşitib faydalardan.